əzilən, qurban olan qadınlar. Hansı tərəfin üstünlük təşkil elədiyini hesab edirsiniz? Siz indi ehtiyatsız danışmaq istəmirəm. Amma ümumən qadınlar əksər situasiyalardan qurban kimi çıxırlar da. Qurban obrazı da biraz daha çox istismar olunan obrazlardan birisidir. Amma fakt budur ki, Fərhad müəllim də bayaq dedi, 90% qadınlar boşanmağa verirlər. Bunların heç də hamısı qurban vəziyyətində deyil. Bizim ailə hekayəmiz dağılıbdır. Biz daha məsələn dastanlardakı kimi sevəcəyimiz və bütün ömrü boyu qəbrə qədər yaşayacağımız bir adamı axtarmırıq. Beyinlərdə bu yoxdur. Beyinlər istehlakçı kimi düşünür. Biz istehlakçı cəmiyyətində yaşayırıq indi. Biz mal alırıq elə bir ki. Xoşumuza gəlməyəndə istehsalçıya təhvil veririk, yenisini istəyirik. Amma həyatda belə bir şey yoxdur. Sən özün hansı səviyyədəsənsə, həm psixoloji, həm ruhani, həm insani, o səviyyədə də kainat sənə bir tərəf müqabili göndərir ki, sən o ilə bir bülöv daşı kimi sürtünərək özünü dərk eləyəsən. Mütləq məsələn bir ağ atlı bir oğlan gələcək və ya ağ prinseslə rastlaşacaqsan sən və hər şey ideal olacaq deyə bir şey yoxdur. Bir də yəni bir istehlakçı səadəti var da ağılda. Məni səyahətə aparacaq, məni məsəl üçün bahalı son model telefon alacaq, maşın alacaq. Bu həyatsa bu gözləntiləri verə bilmir. Sən bir sadə bir oğlanla sadə bir həyat yaşamağı da gözünün altına almalısan və o çadırda səadət kimi, cənnət kimi bir ifadə var. Onu yaşamağa hazır olmalısan. Bu hekayə yoxdur. Bilirsiniz, biz hekayə boşluğuna düşmüşük. Ona görə də hekayə dağılır deyə ailələrdə saxlaya bilmirik.